dissertasiyamda bu şəkildə verdiyim üçün təqdimatda da əvvəlki versiyada nə etsə onu verdim. Ancaq o hissələri də sizinlə telefon danışığı vasitəsilə fikirlərinizi qeydə alıb, o hissədən düzəltməyə çalışacağım. Oldu, çox sağ olun. Sonunda qeyd etmək istəyirəm ki, qeyd etdiyiniz bütün iradları və göstərişlərin hamısı da yeni ediləcəyini əmin ola bilərsiniz. Öyle çok. Münasebeti necədir? İddiasız cevaplar. Cevaplar pis değil. Sözlü olarak verilen cevapları düzelsin. Eləməz. Neyləşik, çox sağ olun. Teşekkür ederim. İndiki bir daha çağırıp götürüyor. Kalem götürüyor. Yarın orada qeyd edin. Yazıda qeyd edin. Suallarınız var. Ha, onu çıksam. Yok yok. Ha, buyur. Deməli, Elmar müəllim, mən o anket adamların yerine yanına çıkmış düzü sonra sual edeyim. Hamı işleyip Paşa Həyat Sığorta Şirkəti. Hal-hazırda Paşa Həyat Sığorta Şirkəti. Paşa Həyat Sığorta Şirkəti. Aydın. Mənim maraqlı olan bir şey, bu asimetrik informasiya şəraitində bu bizim elmi rəhbərimiz də bizim əzizimiz Ayda xanım, biz bu informasiyon ekonomikanı, yəni informasiya iqtisadi fənnini bizim kadrada tədris edilmişik. O kitabın da Azərbaycan dilində əlçəyə gəlməyində mənim əziyyətim çoxdur. Özü onun fəsillərini ayrı-ayrı bizim əməkdaşlar işlədi, amma bütövlükdə onun redaktör olunması və bütövlükdə onun Azərbaycan dilinə qarşı bu kitabın tərcüməsini mən etmişim. Səmimi deyirəm ki, bu işi mən bu elmi kadrada elədim, marağım var. Və bu informasiya iqtisadiyyatı fənnini biz tədris edəndən sonra belə mövzular mən görürəm yavaş-yavaş ortalığa çıxır. Ona görə də mən o sualı verəcəydim ki, asimetrik informasiya şəraiti. Yəni, bu söz işlənilir ədəbiyyatda var, amma bir şey bilin, siyasətdə də asimetrik informasiya var. Bu informasiya iqtisadiyyatı, iqtisadi informasiya demək deyil. Bu informasiyanın özünün iqtisadiyyatıdır, yəni məlumatların, xidmətlərin, əmtələrin və s. Amma mən bir şey maraqlı. Siz bu milli iqtisadiyyatda investisiya modelini məhz asimetrik informasiya şəraitində niyə təhlil etməyə götürürsünüz? Məqsəd nə olur? Çünki ümumiyyətlə bu asimetrik sözünün mənası müxtəlif cür işlədilir ədəbiyyatlarda da, yəni siyasətdə bir cür, iqtisadi təhlükəsizlikdə bir cür, onlardan da başqa cür köhnə deyəmədim o söz. Yəni, mənə çox maraqlıdır ki, siz elə milli iqtisadiyyatın investisiya modelindən yazan müəlliflər, niyə məhz götürürsünüz asimetrik informasiya şəraitində? Sizi buna nə vadəl edeyim? Yəni, siz yeniliyi məhz burada görürsünüz, yoxsa yox. Bax, bunun əsas, çünki bunun nəzəriyyəsi gedib çıxır Manuel Castells, o Amerika alimlidir, İspanyası. Yəni, bu informasyon ekonomikanı o demişim. Yəni, bu informasiya iqtisadiyyatına ayrı olan bir mövzudur. Elədir mi? Mənə maraqlıdır ki, siz məhz bu milli iqtisadiyyatın investisiya modelini niyə bu asimetrik informasiya şəraitində təhlilini götürürsünüz? Məqsədiniz nə olur? Nə əldə eləmək istəmişsiniz? Çünki burada, bu halda sizin o dediyiniz iqtisadi münasibətlər amma ayrı məsələləri nəzərdə tutur. Siz onu niyə seçmişsiniz o mövzuda ilə? Amma rivayət məlumatında həqiqət var. Yəni, siyasətdə də asimetrik informasiya ola bilər, iqtisadiyyatda da ola bilər, digər sahələrində də ola bilər. Yəni, bu sırf informasyon ekonomika ilə bağlı bir şey. Məhz bunu niyə seçmişsiniz? Qeyd edin. Mən belə deyirəm. Hörmətli millət vəkili, bəlkə hamı sualları yaxın bir yerə soraq. Yaxın bir dəfəli cavab versin. Yəni, belə görürəm ki, onun mən işini oxumamışam. Belə baxdım ünvanı, üzü dünən axşam. Belə telefonda baxdım. Amma belə baxıram ki, insan təcrübəli adamdır, cavab verir. Yazısı olur da, onu da düzəltmək lazımdır. Amma siz gelip yazını verəndən sonra da sizi kimsə dəvət edemeyecək və yazınıza baxacaqlar, yazınıza görə sizi çağıracaqlar. Onda da görəcəklər ki, belədir. Problem olur ki, hörmətli Ayda xanımlar rolu böyük olur. Gözdə suallar versin. Yox, elə Ayda xanımlar rolu böyük olur. Bu mənim asimetrik informasiya ilə bağlı həm mövzunun aktuallığı cəhətdən, yenilik cəhətdən
sonra mənim də müəyyən mövzu seçimə görə müəyyən araşdırmalardan sonra özümdə də maraq yarandı. Burada əvvəldən olur. Burada düşünürəm ki, mövzunun aktual olması səbəbilə və unikal olması səbəbilə mən asimetrik informasiya şəraitində investisiya modelinin qurulmasını təyin etməyi mənə maraqlı gəldi. Və dediyi kimi milli saytın investisiya modelini qura bilərdim. Ancaq asimetrik informasiya şəraitində burada mövzunu həm daha maraqlı idi. Çünki burada bir asimetrik indikatorlar var. Məsələn, bank sektorunda orada mən bir sıra keyfli göstərilər göstərmişəm. Bunlar hansı ki, kapitalın adekvatlıq səviyyəsi, vaxtı keçmiş kreditlərin olması, dövlətin gəlirlərinin burada rolu, faiz dərəcələri və s. bu kimi faktorların həmin bu mənim model hissəmi daha dolğun edəcəyini düşünmüşəm və model hissəsinin daha təkmil bir model ortaya çıxacağını düşündüyüm üçün mən asimetrik informasiya şəraitində milli iqtisadi investisiya modelinin qurulmasına məqsəd uyğun hesab etmişəm. Burada həmən dəyişənlərin bank sektorunun risk qiymətləndirilməsində necə təsir etdiyini və onların necə təsir etdiyini və həmən bu riskləri minimuma endirmək üçün hansı yeni statistik ekonometrik modeldən istifadə olunacağını mən düşünüb bu mövzunun seçiminə qərar vermişəm. Mənim sualım məqsəd o idi ki, siz başqa bir şəraitdə də bunu edə bilərsiniz. Məhz asimetrik informasiya şəraitini siz seçməklə nəyə nail olmuşsunuz? O da əsas məqsəd. Siz görürsünüz nə dedi o biri rəhbər. İlkin metod haqqında bir məlumat yoxdur. Onun dissertasiyasını oxumamışam. Elə belə vərəqlərin vaxtı biraz girişinə, biraz ədəbiyyatına, ədəbiyyat hissəsində də problem var. Orada alimlərin adını çəkirsiniz. Valla o alimlər o ədəbiyyatlarla bağlı heç bir əsər yazmır. Onlara bir diqqət edin. Mən istəmirəm adları çəkilsin, çünki içində tanıdığımız, hörmət edildiğimiz adamlar. O adamların əsərlərində o mövzulara oxuyun. Ben onları yaxşı bilirəm, tanıyıram onları. Mesela yeganə adamdır ki, mənim adam özü deyir ki, mənim adımdır, mən aid olmayan işlərdə yazmayayım. Nə az referatlar da heç bir. Amma başqa adamların yazıda duranda oxumuşam bir işi, baxaram bir də onu, Allah qoysun müdafiədə deyəcəm, Rəsul müəllim burada sənin olsun. Olmaz o adamın əsərləri yoldur. Bu aləmdə tanınırlar. İqtisadçılar hamısı birbirini tanıyır. Bilir kimin qabında nə var və kim nədən yazır. Hansı yerdə müdafiə edirlər, orada müdafiə sırasında var. Bu demədən məqsəd oldu, həm də bu yazılır, düşün, baxın, arxivdə də, orada da bir şeylərə fikir verməyə lazım. Adamlar elə istəyir ki, onun adı hər bir avtorizaatda olsun. Onun əsəri yox. O şeydən yazmıyor. Onu niyə oraya yazırsınız? Aydın Nələrdən qalır? Mesela bu xətalıq yox. Yox. Belə razıyam, onların cavabından razıyam. Ümumiyyətlə, yaxşı da təqdim elədi. Sadəcə olaraq işin özündə çatışmamazlıqlar. Həm də siz o informasiya iqtisadiyyatının olduğu müddət. 10 il biz onu tədris elədik, sonra dayandı. Buyurun. İddiası deməli, zəhmətli işlə görə, maraqlı təqdimatlara görə təbrik edirəm sizi. İcazə versəniz mən sonra imkan olur, mən sualla bərabər bəzi tövsiyələri də verim. Buyurun. Bu birinci rəhmətli indikatları çox haqlı indikatları digərlər, amma o haqqında bir irad göstərdi ki, ümumiyyətlə sizin üçüncü fəsliniz sanki bir paragraf. Yəni siz sadəcə görmüşsünüz modelin əvvəl adının çox qurulması ilə fikirləşdirdə cəmi birinci paragraf kimi göstərmək başlıyor. 2 səhifədir. Heç yox. Onun bir şey deyil. O güzel. İki fəsil sonraki mərhələdə də iradacaqlar. Orada yerində də iradacaqlar ki, yəni normal vaxtda bir qaydalar var. Səhvən yazma qədər. 2 fəsil olar. Sonra cədvəllər var. O cədvəllərin içərisində bəzilərində nə ilə göstəricilərin haqqı nə ilə ölçülür, onlar yoxdur. Məsəl üçün, qapı yazırsın, biri faizləndir, biri isə qapı yəni o məsələlər də xırda şeylər var ki, gəlin işin əsas mədəni hissəsindən. Demək bu asimetrik
Yanlışda olsa bu termin işlerdir, asimetrik informasiya iqtisadiyyatı. Milyon işlemleri. Bu bazar iştirakçıları arasında məlumatın qeyri-bərabər paylanma bir iqtisadi sistemi, düzdürmü? Bazar iştirakçıları içərisində alıcı da var, satıcı da var, investor da var, şirkət də var, amma eyni zamanda dövlət də var. Düzdürmü? Siz burada daha çox investor şirkət münasibətlərindən fikir vermişsiniz. Bir də ki, bank, müştəri, yəni bu məsələlərə geniş verirsiniz. Başa düşürəm, tədqiqatı bu istiqamət var. Amma mənim üçün maraqlı, yəni bugün bizim üçün də çox əhəmiyyətlidir. Çünki bizim ölkə dövlət yönümlü kapitalist iqtisadiyyatdır. Yəni bizim iqtisadiyyatdır. Dövlət yönümlü kapitalistdir. Bunu bir mənalı hamı qəbul edir. Belə olan halda, məsələn, məqsədə uyğun olmazmı ki, yəni sizdən dövlət orqanları və özəl sektor arasında olan informasiya asimetriyasına məsələlərə toxunarız. Məsələn, tutaq ki, investor şirkətin qeyri-bərabər paylanmalı nədir? Onun tam riski, real riski tam dərk edə bilir. Tutaq ki, bankla müştəri arasında kredi götürən haqqında, yəni onun gəlirləri haqqında tam məlumata malik ola bilir. Dövlət orqanları ilə özəl sektor arasında da asimetriya var. Nədir? O da həmin özəl sektorun faktiki istehsal xərclərini tam bilir. Bu da çox ciddi bir problem. Həm dövlətin iqtisadi siyasətin formalaşmasında və məsələlərdə çox ciddi problem. Birinci sualım yəni bununla bağlı. Nə əcəb məsələdir? Çünki siz ayrıca işin məqsədlərində və ya da işin adında göstərsəydiniz ki, istiqamətini deyərdim ki, amma ümumi yazısında buna toxunmaq məsələsini və toxunmaq tövsiyə edilir. İkinci fəslin birinci paragrafı. Siz burada indikatorlar deyirsiniz. Milli iqtisadiyyatın asimetrik indikatorları, böyle müəyyənləşdirməsi lazım. Amma orada ben bir tane indikatora rast gəldim. Yəni bu çox vacib məsələdir. Bu paragrafı vermişsiniz, amma içində, məsələn, siz bunu necə müəyyənləşdirir? Hansı indikatorlardan istifadə edib informasiya asimetriyasını müəyyənləşdirir? Məsələn, şəffaflıq indeksi. Bilirsiniz ki, çox vacib indekslərdən biridir. Məsələn, dövlət idarəsində və bazarlarda məlumat açıqlığının səviyyəsini ölçür. Sonra, məsəl üçün, informasiya açıqlığı indeksi. Yəni bu şirkətləri və maliyyə institutlarının hesabat şəffaflığı. Bir yerdə, işin bir yerdə, amma bu məhsul paragrafı deyil, başqa bir yerdə yaxşı gördüm onu, korrupsiya qavrayış indeksi göstərmişsin. Amma indi bu da büyük indikatordur. Korrupsiya qavrayış indeksi o indikatoru bu paragrafda göstərmək lazımdır. Çünki o vacib məsələ. Sonra maliyyə savadlılığı səviyyəsi. Sonra rəqəmsal məsələ bu kimi indikatorları toxunmaq lazımdır. Yəni iş keyfiyyət baxımından deyil. Yəni bu sualı da anlayıyorum ki, nəzər toxunmalısınız və yaxud da ki, toxunmaq istəyərəm. Üçüncü məsələ deməli, investisiya modellərinə toxunmuşsunuz. Düzdürmü? Yaxşı olardı ki, özü mən bir söz deyirəm. Sizin ikinci fəsilinizdə sanki elə nəzəri fərqli təhsil başlayır. Yəni burada biraz təhlil, qiymətləndirmə, yəni belə məsələləri özə bizim ölkəmizin timsalında verə bilərdiniz. Və ya konkret olaraq mənim müqayimdə qeyd elədi, hansısa bir bank üzərinə də verə bilərdi, və bir sığorta şirkət üzərinə də verə bilərdi. Yəni bu problemi deyil. Amma yəni daha çox nəzəri xarakter daşıyır. Belə bir ikinci məsələ baxırsan, yəni bu məsələyə çox həssas məsələ diqqət edir. Məsələn, orada milli iqtisadiyyatın investisiya modelləri məsələsi. Bəlkə yaxşı olardı ki, modellərə toxunardınız. Bizim modelləri siz əzbəriniz bilirsiniz. Məsələn, tutaq ki, Harvard Dolmov modeli var, tutaq ki, Endogen modeli var. Amma bizim ölkəmizdə, yəni məsələ çox nəyə gördür? Bizim ölkəmizdə hansı modellərdən istifadə olunur investisiya modellərindən və hansını siz daha məqsədə uyğun hesab edirsiniz? Məsələn, mən sizə bir ipucu verim, tutaq ki, bizdə, mən belə fikirləşirəm, daha çox Keynes tipli dövlət investisiya modelinə istifadə olunur. Niyə? Çünki əsas bizdə iqtisadiyyat deyilmişlər, dövlət xərclərinin, büdcə xərclərinin artırılması və ictimai investisiyalar. Düzdürmü? Amma bunun nə dərəcədə, yəni ki, mənfi təsirlər, təzahürləri var, nəyi var, hansı, yəni bu işin keyfiyyəti, məqsədə nail olma baxımından deyirəm. Buna münasibətiniz necədir? Qalan dərinliyə getirilər, mən özüm bank mütəxəssis olmuşam, uzun illər bank sədri olmuşam. Keçsəm o hissəyə uzanar, o hissəyə keçmər. Amma elə bunlar kifayət edir. Daha kimi soğuk. Şimdi eğer biz böyle başladıksa siz
modelin dissertasiyanın ikinci hissəsində mən daha çox nəzəri hissələr var, təhlil hissələri yoxdur. Ancaq diqqət yetirsəniz, mən fəslin ikinci fəslin üçüncü paraqrafında mən əsasən təhlillər vermişəm, hansı ki, elə bank təhlillərini vermişəm ki, orada. Təhlil dedikdə əsasən statistik iqtisadi göstəricilər var, hansı ki, 2022-ci illə və 2021-ci illərin müqayisəsini vermişəm oradakı. Orada aktivlərin, öhdəliklərin dəyişmə dinamikasını, problemli kreditlərin dəyişmə dinamikasını və bunların fiziki şəxslərdən, hüquqi şəxslərdən formalaşmasını mən göstərmişəm. Yəni, əsasən təhlil hissəsini mən modelin dissertasiya işinin 3-cü fəslində qeyd etmişəm. Bütün dissertasiyanı onu əhatə etməmişəm. Həm 3-cü fəsildə, 3-cü paraqrafda verdiyim üçün, həm də əsasən təhlil hissəsinin modelin 3-cü fəslində verdiyim üçün o hissələrə daha çox 3-cü paraqrafa qədər nəzər hissələri, 3-cü paraqrafdan və modelin dissertasiyanın 3-cü fəslinin isə daha çox təhlil hissəsinə yer vermişəm. Daha sonra siz deyirsiniz ki, ən çox banklar və istehlakçı investorlar arasında mən təhlil aparmışam. Nəyə görə dövlətlə özəl sektor arasında aparmışam? Burada mən dissertasiya işinə başlamazdan əvvəl düşünürdüm ki, daha çox asimetriya, yəni məlumatların paylanmasında fərqlər daha çox özəl sektorla fiziki şəxslər arasında baş verir deyə düşünürdüm. Çünki dövlət səviyyəsində fikirləşir ki, dövlətin hardasa məlumatların paylanmasında müəyyən qədər şəffaflıq mövcuddur. Burada mən asimetriyanın daha çox mən banklarla, kreditorlarla kredit verən şəxs arasında olduğunu düşündüyüm üçün və dissertasiyanın daha dolğun və həcmli və daha maraqlı olması üçün bu istiqamətdə mən dissertasiya işini yazmağı məqsədli görmüşəm. Model hissəsində mən də sizinlə razıyam ki, bizim ölkədə əsasən iki modellərdən istifadə olunur ki, hansı ki, burada dövlət vergi güzəştləri tətbiq edir, dövlət xərclərini artırır, azaltması kimi daha çox iqtisadiyyata təsir edir. Həmən hissələrdə mən dissertasiya işinin ikinci fəslinin birinci paraqrafını müəyyən qədər vermişəm, amma o hissələrdə sizin vurguladığınız kimi növbəti mərhələdə həmən hissələrə daha çox modellərə, digər tətbiq edilə biləcək modelləri dissertasiya işinin içinə əlavə edə bilərəm. Təşəkkür ederim. Bir də o indikatorlar məsələsinə diqqət edin. O indikatorlar məsələsi vacib. Çünki yəni paraqrafın adını qoyursa, yəni indikatorları qoyursansa, o məlumat indikatorlarda istifadə göstərməlidir. 3-cü fəsil məsələsidir. Bir paraqraf, bir fəsil. Gələcəm. Mən burada əsasən modelin 3-cü fəslin 3 və 3.2 paraqrafına çox uzun yer vermişəm əsas təhlil hissəsinə. Ona görə onun fəslin digər hissələrinə giriş kimi vermişəm. Həmən o hissələrə giriş kimi verdiyim üçün cəmi 3 səhifə yazmışam. Lakin sözün açığı dissertasiya yazılması haqqında qaydalarda mən orada hər fəslin və hər paraqrafın neçə səhifədə ibarət olduğu barədə bir məhdudiyyət görmədiyim üçün dissertasiya işini yazmazdan əvvəl mən o hissəyə giriş kimi, yəni modelin giriş hissəsi kimi verib, daha sonra əsas hissəsini təqribən 30 səhifədən çox hissəni mən həmən 3.2 paraqrafına vermişəm, amma müəyyən dərəcədə dəyişikliklər edib həmən səhifələrin sayını da artırmağa çalışaram ki, digər fəslinin paraqrafları uyğun. Bəzi nəzəri hissələri icra edə bilərsən, vacib deyil. Mən sizin işlərə görə deyirəm. Sabah məndən ki, işinin əlbəttə, siz iddiaçı kimi nəzərə almaya bilərsiniz, yəni öz adını müdafiə edə bilərsiniz, amma Nəzərə hər yerdə deyil. Elə bir məhdudiyyət görmədiyindən bu qərara gəldim ki, 3 fəsil, 4 səhifə verim, ancaq görürəm ki, dissertasiya strukturunda da problemlər olması deyənə, işin xeyrinə dolayı sizin dediyinizi Təhlil 3-cü paraqrafda olur. Mən də model hissəsini deyənə, mən əsasında o hissələri modeli sonunda verim. Modelin özü də ikinci fəsildə verilməli. Modellərin tətbiqi, qiymətləndirilməsi, gələcək perspektivi üçdə verilməlidir ki, ondan biz əldə nə edəcəyik? Amma təhlil hamısı işin canı ikinci fəsil olur. Elə ki, Buyurun. görürlər ki, təzə Ümumən, təbii ki, rəyçilər daha yaxşı bilir işi tam olaraq, amma belə vizual olaraq mən də baxdım. Bu ikinci fəsildə
ikinci fəsildə. Mən də razıyam ki, o biraz informativ deyil ikinci fəsil. Mən adına baxanda burada iqtisadiyyatın investisiya modeli yazılırdı. Mənim sırası aklıma gəlir, baxmadan birbaşa və portfel investisiyalardan nəsə burada olacaq. Heç olmasa onun bir qiymətləndirməsi. Bu ikinci fəsildə siz investment climate-i yazırsınız o barədə ki, investisiya mühiti nə cürdür. Lakin burada yaxşı olardı ki, heç olmasa statistik bir informasiya olardı da investisiyalar hansı istiqamətdə Azərbaycana gedir, hansı sektorlarda. Siz yalnız bank hissəsində modelimiz yok ki, ola bilər ki, bank hissəsinin üzərində qura bilərsiniz. Amma informativ olaraq siz ikinci fəsildə müxtəlif aspektlərə baxmalısınız sahibə. İşte adın özü onu tələb edir. Mən belə ada baxanda yalnız mən elə bilirdim ki, belə başlayacaqsınız siz. Amma o yox olur. Milli iqtisadiyyat sözü başlayıb. Biraz. Milli sözü. Bir də bir şey mən... İnformasiya şəraitində onu çərçivəyə salma olmaz milliyə. Mən başa düşmürəm. Hər yerdə milli iqtisadiyyat yazır. Onu öyle işlə yazamıyorum. Bir dənə də sual yox, sadəcə prosto təbii ki, olmaya bilər. Siz xarici ölkələrin model qurursunuz da, xaricində nə cür bu olunur, inkişaf etmiş ölkələrdə belə modellər, bu asimetrik informasiyanı nə cür nəzərə alırlar buranda. Ona bir baxmısınızmı? Müəyyən görə baxmışsınız. Yəni, əksini tapmamışdı orada, mən o üçün Model hissəsinin şəxsi özünün tələblərindən gəlmişəm, amma əsas nəzəri hissələri mən xarici ədəbiyyatlara istinad etmişəm. Amma sırf model hissəsi daha çox özünün tərəfindən hazırlanıb. Amma digər ölkələrin müqayisəsinə baxmışam. Sadəcə öz metodunu daha üstün qoxub edib, yəni o şəkildə hazırlamışam. Model hissəsi. Bir dənə də sual verim. Mənim üçün bu da maraqlı. Bu asimetrik informasiya, biri var xarici investisiyalar, biri var daxili investisiyalar. Bu asimetrik informasiyanın qiymətləndirəndə də cəlb edilməsində fərq varmı? Risklər harada çoxdur? Bax, onu qiymətləndirmək olardı məncə. Risklər elə qeyd ki, əsasən bank sektorunda daha çoxdur. Bu da birbaşa xarici investisiyaların, hətta daxili, bizdə bank sektorunun əsası xarici investisiyalar vasitəsilə investisiyalar edilir. Ona görə burada mən bank sektorundakı əsas riskləri qiymətləndirmişəm. O hansı ki, göstəricilər var ki, onlar təsir edir. Həmən hissələri 3-cü fəsildə qeyd eləmişəm. Oldu. Belə siz həqiqətən çıxışınız yaxşıydı. Yəni, mən də hiss edirəm ki, yazmışsınız işi, üzərində işləmişsiniz tədqiqatı. Sadəcə mənim həmkarlarım dediyi kimi, sizi görmədən bu işə baxanda problemlər çıxacaq. O bir çox yerlərə düzəliş lazımdır. Mütləq lazımdır onu etmək. Əlavələr edin. O cədvəlləri də zənginləşdirin məncə. Siz investisiyanın bizə tam şəkili göstərmək üçün orada bir neçə cədvəl olmalıdır ki, Azərbaycanın o investisiya mühitini siz nətər qiymətləndirirsiniz? Sahələr üzrə. Bəli. Turizm yazırsınız, ipotek yazırsınız. Amma nədir, harada, nətər onu biz vizual olaraq nətər görə bilərik? Hansı rəqəmlərdə qiymətləndirə bilərik? Baxın. Cevap vereyim. Cavab verdim. Sualı var. Sualı var. Əslində mən iki sualım var idi, amma birini artıq sözlərimizdə bu imkanlarla olan sual idi. Ən artıq ona bir də toxunmayacaq. Sadəcə bir növbəti sualım ondan ibarətdir. Yəni informasiya asimetriyasının səviyyəsinə təsir edən amillər hansılardır və siz onları təhlil etmisiniz və onları istəyək. Bana çətin sorulmalıyız. Bu var mı? Bura bir təsir amillər, yəni əsasən
bir dənə sualım var. Əslində İlahə xanım bir hissəsinə toxundu, amma dəqiqləşdirmək istəyərdim. Milli iqtisadiyyatın investisiya modelləri, elmi ədəbiyyatda bir çox hallarda fərqli milli iqtisadiyyatın investisiya modelləri var. Sənin modelində çox qəşəng bir formada göstərilmişdir. Bəs 3-cü fəsildə mövcud hər hansı bir elmi ədəbiyyatda mövcud olan modellərlə sənin modelin arasındakı fərqi göstərməklə bizə fərqli iqtisadi kontekstlərdə baş verən və ya fərqli faktorların təsirini, ola bilər ki, sən bunu asimetrik informasiya şəraitə qədər məhdudlaşdırmayasan, çünki data az olsun və ya tədqiqat aparılmış tədqiqatların sayı az olsun. Elə bir şey mən rast gəlmədim. Bəlkə hardasa var, mən görməmişəm. Yəni, Azərbaycanda asimetrik informasiya şəraitində investisiya modeli ilə xarici hansısa bir dövlətdə bir müqayisə aparmışsanmı? Məsələn, xarici hansı bir dövlətdə milli iqtisadiyyatın investisiya modeli asimetrik informasiya kontekstində belədir. Azərbaycandakı sənin aldığın nəticələr isə fərqlidir. Belə bir müqayisə varmı? Bu müqayisələr tam qeyd etməmişəm. Elə rəislərin fikri, öz rəylərində qeydlər var idi ki, Rəşad müəllimin rəyində var idi ki, digər ölkələrin təcrübəsi tətbiq olunsun. Yəni, həmən istəyənlə razıyam ki, digər ölkələrdən hər hansı birinin Azərbaycanın və başqa Xarici ölkələrin müqayisəni təhlil həmən birinin yəni təhlilini mən dissertasiya işinə yəni özüm də Rəşad müəllimin rəyində gördüm. Yəni razılaşıram ki, onu əlavə etmək lazımdır. Sadəcə mən dissertasiya işinin həcminin çox yüksək olmaması dolayı yəni qeyd alacam olar hissələri. Cədvəl kimi birinci fəsildə, fəsilin sonunda verməyin yaxşı ola bilər. Sistemləşdirilmiş halda birinci məsələn paragrafın içində, birinci fəsilin üçüncü paragrafında verə bilərsiniz. Bir cədvəl kimi verib, sonra o bizim dediyimiz məsələlərə münasibət olaraq üçüncü fəsildə də qiymətləndirmə məsələsində də həmin o birinci fəsildəki cədvəllə onun arasındakı bağlıqlarla üçüncü fəsildə əl olsun. İşin strukturu olmayanda o işə yaxşı qiymət verir. Strukturu yaxşı olmalı. Nəzərə Mən hamısını yazmam. Buyurun. Ama gençlerde yedi yazıda Deməli, iqtisadi artıma təsir məsələsi var, asimetrik informasiya. Orada diqqətli olmasa da oxumuşam, sən işi 2 dəfə keçmişəm. Orada əmək bazarında işə götürənlə işçi arasında da bilirsən də informasiya boşluğu var. O boşluq da məhsuldarlığa təsir göstərir, məhsulların azalmasına zarar. Yəni o iqtisadi artıma təsir hissəsində bunu qeyd eləmək lazımdır. Bəli, onun sizə yoxdur. Həmişə işçinin məlumatı işə götürəndən daha çox. Yəni ümumi şəxsə götürdüyə görə yəni iqtisadi artıma təsirindən yazmışlar. Orada bu da ciddi məsələdir. Yəni əmək məhsulu işçi işə götürən İşçi nə qədər çox əziyyət çəkir, zəhmət çəkirsə